Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Qarabağ Chelsea ilə oyundan sonra neçə milyon əldə etdi? Məbləğ Azərbaycan Qarabağ əyinin Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda İngiltərə Chelsea ilə Bakıda 2-2 hesablı heç-heç etməsi Ağdam klubunun büdcəsinə əlavə bonuslar gətirəcək. Ölkə AZ xəbər verir ki, bu nəticə ilə təmsilçimiz UEFA-dan 700 min avro, təxminən 1,7 milyon manat əldə edir. Beləliklə 4 raunddan sonra əhatlılar büdcələrinə ümumilikdə 4 milyon 900 min avro, təxminən 9,58 milyon manat əlavə qazanıblar. Sonrakı uğurlu çıxış daha çox bonuslar gətirəcək, həmçinin UEFA-dan ümumi sıralamada final yeri və turnirin marketinq komponenti üçün ödənişlər gətirəcək. Xatırladaq ki, Ağdam klubu Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək üçün artıq özünə 18 milyon 620 min avro, təxminən 36,8 milyon manat qazandırıb.